Mədəniyyət Körpüləri Beynəlxalq Yaradıcılıq Platformasının ilk rəsmi görüşü baş tutub. Tədbir, gənclərin yaradıcılıq potensialının inkişafına, mədəniyyətlər arası dialoqun gücləndirilməsinə həsr edilib. Biz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi yarandığı gündən korifey sənətkarlarımızı, bugünkü mədəniyyətimizi gələcəyə ötürən görkəmli şəxsiyyətlərimizi hər zaman işıqlandırmaqla məşğuldur və eyni zamanda həm də gənclərə dəstəkdir. Məhz bu günləri bizim təşkil etdiyimiz bu tədbirdə həmin missiyanı yerinə yetirir və bugünkü ilk qonağımız da Layla Valayevadır. Layla Valayeva İsraildə doğulub, İsraildə boya başa çatıb və orada efirlərə və tədbirlərə iştirak edən belə bir gənc müğənnimizdir. Elə səhnəyə çıxdığı ilk gündən həmişə biz mədəniyyət onun yanında olub və bugün də onun yanındayıq və ona uğurlar arzu edirik. İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil olunan layihənin ilk qonağı İsraildə fəaliyyət göstərən 25 yaşlı gənc müğənni Leyla Valayev olub. Tədbirdə çıxış edən layihə rəhbəri Fəridə Mirişova bu təşəbbüsün məqsədinin müxtəlif ölkələrdə yaşayan azərbaycanlı və digər xalqlara mənsub gənc istedadları bir araya gətirmək, onların yaradıcılıq imkanlarını genişləndirmək olduğunu bildirib. Görüş çərçivəsində Leyla Valayeva Azərbaycan mahnılarını ifa edərək tədbir iştirakçılarına xüsusi anlar yaşadıb. Onun ifaları maraqla qarşılanıb. Qeyd edək ki, 25 yaşlı müğənni Leyla Valayevanın yaradıcılıq fəaliyyəti Azərbaycan və İsrail arasında musiqi vasitəsilə mədəni dialoqun təşviqinə yönəlib. İsraildə doğulub böyüyən gənc ifaçı yaradıcılığında Azərbaycan və Yəhudi musiqi mədəniyyətlərinin vəhdətini əks etdirməyə çalışır. Bu iki dostluğu İsrail-Azərbaycan haqqında təmsil edirəm. Aynısı burada da gəlirəm Azərbaycana, televiziyalara çıxıb burada da bu iki dostluğu həmişə göydə saxlayıram. Mənə kömək edən bu yolda mənim əziz müəlliməm Fəridə Mirişovadır. Demək olar ki, bütün qəşəng sizin Azərbaycan mahnılarınızdan mənə çox qəşəng notları, hər şey, sözləri, hər şey tanıdır ki, öyrənim bu Azərbaycan mahnıları ki, onu həm burada, həm İsraildə iştirak edim ki, baxın Azərbaycan mahnıları da tanısınlar İsraildə. Azərbaycan dilində ifasını və Azərbaycan musiqi üslubunu daha da təkmilləşdirmək məqsədi ilə Leyla Valayeva musiqi müəllimi və bəstəkar Fəridə Mirişova ilə çalışır. Hazırda onlar birlikdə Azərbaycan-İsrail dostluğuna həsr olunmuş yeni musiqi layihələri üzərində işləyirlər. Tədbirdə Leyla Valayevanın doğmaları da iştirak edib. Leylanın bugünkü gündə Azərbaycan dilində mahnı oxunmasının da ən böyük səbəbkarlarından biri də elə Fəridə xanımdır. Fəaliyyətinə də ki, o kiçik yaşlarından konservatoriyaya gedir İsraildə. Oranın mahnılarını, ingiliscə mahnılar çox ifa edib. Biz uzun müddətdən sonra düşündük ki, nədən Azərbaycanda da məhz oxumasın, nəyə görə ana dilini məhz bilməsin. Və biz belə bir addım atdıq Fəridə xanımla. Sadəcə artıq 3-cü ildir Leyla burada səhnələri alır, tədbirlərdə iştirak edir. Eyni zamanda da artıq İsrailin televiziyalarına da dəvət alır. İstəyir onların mədəni proqramları, əyləncə proqramları, istəyir siyasi proqram. Çünki o hara gedirsə o iki dövlətin bayrağı ilə gedir. Tədbirdə mədəniyyətlər arası ünsiyyət, gənclərin sənətə inteqrasiyası və musiqinin birləşdirici gücü mövzularında fikir mübadiləsi aparılıb. Bugünkü tədbir də çox gözəl, ürək açan bir tədbir oldu. Mən deyərdim ki, Azərbaycan mahnılarının, İsrail mahnılarının bir yerdə ifası həm bizə İsrail mahnılarının tanıdılmasında, həm də İsraildə Azərbaycan mahnılarının tanıdılmasında əvəzsiz bir rol olacaqdır. Hər il olduğu kimi
Fərdə xanım bu xanıma çox dəstəkdir. Gənc olmasına baxmayaraq iki dövlətin, Azərbaycan-İsrail dövlətləri arasında mədəniyyətin inkişafında Fərdə xanımın demək olar ki, çox böyük rolu var. Lala xanım hər olduğu kimi bizi belə gözəl mahnılarla sevindirmişlərdən olsun. Təşkilatçılar bildiriblər ki, Mədəniyyət Körpüləri platforması gələcəkdə də müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirən silsilə tədbirlər keçirməyi planlaşdırır. Hüsniyyə Salmanova, Bu Gün TV.